Kitab, yəni ümumi olaraq kitab və sünnənin, kitab və sünnə fəhminin müxtəsər izahıdır. Kitab və sünnə başa düşülməsinin müxtəsər izahıdır. Yəni ta taharat babından bütün bablar bura daxildir. Bütün hər babdan inşallah ki, qısa da olsa götürəsirik. Birinci olaraq kitabın müəllifi Doktor Abdüləziz Əl-Bədəvi Hafizahullahdır. Şeyx Albanın tələbələrindəndir. Yəni, mötəbər şeyxlardandır. Onun yazdığı kitabdır. İnşallah o kitabdan dərs keçəsirik. Birinci olaraq Kitab-ı Tahara. Bu babdan başlayasıyıq. Yəni, təmizlənmək babı. Ət-Tahara lüğətən ən-nəzafətu və-nəzəhətu minəl-əhdəs. Yəni, təmizlənməyin lüğəti mənası əhdəslərdən, çirkin olan şeylərdən təmizlənmək deməkdir. İstilahi mənası isə raf'ul hədəsi əv izələtun nəcəsi. İstilahi mənası, təmizlənməyin istilahi mənası nədir? Hədəsin qaldırılması və yaxud da ki, nəcisin itirilməsi. Hədəs nədir və hədəs neçə yerə bölünür? Hədəs iki yerə bölünür. Müəllif Rahimullah buyurdu ki, istilahi mənası, təmizlənməyin istilahi mənası nədir? Raf'ul hədəsi, hədəsin qaldırılması. Hədəs iki yerə bölünür. Əl-hədəsul əkbar, əl-hədəsul əsxar. Yəni, böyük hədəs, kiçik hədəs. Böyük hədəs nədir? Cənabət halına düşmək. Və yaxud nifəs alır, və yaxud da ki, heydamda düşərsə, artıq hədəs sayılır. Yəni, nə vaxt ki, qusul vacib olur, bu hədəs sayılır. Buna deyirlər, əl-hədəsul əkbar, böyük hədəs, böyük təmizlənmək. İkincisi isə əl-hədəsul əsxar, kiçik təmizlənmək. Bu da dəstəmaz pozularkən yenidən dəstəmazın alınmasına deyilir. Aydın oldu. Ona görə də raf'ul hədəs, hədəsi qaldırmaq və təmizlənmək. Yəni, dəstəmaz pozulsa dəstəmaz almalısan, cənabət haldasansa, cənabət qusulu almalısan. Əv izələtun nəcəs və yaxud da ki, nəcisin təmizlənməsi. Nəcisin təmizlənməsi də bir neçə hallarda olur. Əgər insan namaz qılırsa, həm bədəni nəcisdən təmiz olmalıdır, həm namaz qıldığı yer nəcisdən təmiz olmalıdır, həm də ki, paltarı nəcisdən təmiz olmalıdır. Əl-Xüləsə, birinci babdan başlayırıq. Bab belədir ki, Bəbul Miyəh, su babı. Eşidirsiniz də məni? Bəli, bəli. Müəllif Rahimullah buyurur ki, Kulli məin nəzələ minəs-səmə əv xaracə minəl-ard fəhvə tahurun. Deyir, səmadan, yəni enən hər bir su və yaxud da ki, yerdən çıxan hər bir su tahur sayılır. Tahur o deməkdir ki, həm öz-özündə təmizdir, həm də təmizləyicidir. Aydın oldu, həm təmizdir, həm də təmizləyicidir. Allah Teala'nın ayəsinə əsasən Allah Teala Quran-ı Kərimdə buyurur ki, وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً طَهُورًا. Yəni biz səmadan suyu endirdik ki, tahuran. Yəni sizin üçün səmadan təmiz bir su endirdik. Yəni tahur dedik ki, həm təmizdir, həm təmizləyicidir. Həmçinin Peyğəmbər s.ə.v dəniz suyu haqqında buyurur ki, Huvə tahuru məuhu əl-hillu meytətuhu. Yəni onun suyu təmiz və ölüsü də halaldır. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm başqa hədisdə, yəni quyudakı su haqqında buyurur ki, İnnəl mə'ə tahurun lə yunəccisuhu şeyun. Su təmizdir və onu heç bir şey çikləndirmir. Hədis səhihdir və Şeyx Alban Rahimullah, yəni yuxarıdakı hədisi İbn Məcədə səhihləşdiribdir və ikinci hədisi isə Əl-İrva kitabında hədis səhihdir. Və həmçinin şeyx deyir ki, o su öz təmizliyində qalır
Hətta ona yəni hər hansı bir təmiz bir şey yəni qarışdığı zaman su öz təmizliyində qalır ta ki ümumi su hökmündən çıxmayana qədər. Bu qaydadır. Su öz təmizliyində qalır, hətta ona təmiz bir şey qarışsa belə ta ki su hökmündən yəni çıxmayana qədər. Su hökmündən çıxmayana qədər. Buna dəlil Peyğəmbər sallallahu aleyhi və səlləm hansı ki qızlarından birinin cənazəsini hazırladığı zaman Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, İğsilnəhə tələsən. Onu 3 kərə yuyun. Və yaxud da ki 5 kərə və yaxud da ki bundan daha çox. Sonra buyurur ki, əgər istəyirsinizsə biməin və sidrin. Onu suyla və sidirlə də yuyun. Və cəalnə fil əxir kəfurən əv şeyən minə kəfur. Və axırıncı kəfurla edin və ya kəfirdən olan bir şey. Kəfur yəni ətirli, iyi olan bir suya qarışılan ətirdir. Yəni o ilə suya qarışdırıb o ilə yəni önünü o vaxtı çimdirirdilər. Yəni hədis səhihdir. Yəni bu hədis də dəlalət edir ki, deməli pak bir şey suya dəyişsə belə, əgər o suyun öz su hökmündən çıxartmayıbsa, o su nə sayılır? O su təmiz sayılır. Amma lakin pak bir şey qarışarsa və o suyu öz hökmündən çıxararsa, bu təmiz sayılırmı? Bəli, bu öz-özündə təmiz sayılır, amma təmizləyici sayılmır. Aydın oldu? O təmiz sayılır, amma təmizləyici sayılmır. Məsələn, sən onu istifadə edə bilərsən, içə bilərsən, lakin onunla qüsul, onunla dəstəmaz ala bilməzsən. Məsələn, Pepsi Cola, məsələn, Cola, məsələn, Fanta. Bunlar nədir? Təmizdir öz-özündə, lakin təmizləyici deyil. Niyə görə? Çünki su hökmündən çıxıbdır. Hansı nə hökmünə düşübdür? Su hökmündən çıxıb, yəni təmiz olan hökmə düşüb, lakin təmizləyici hökmündən çıxıbdır. Ona görə deyir ki, bir suyun nəcis olması barəsində hökm verilmir. Hətta ona nəcis düşsə belə, bir suyun, fikir verin, bu da ikinci qaydadır. Nəcis olunması hökm verilmir. Hətta ona nəcis düşsə belə, ta ki onun rəngini, tamını, iyini dəyişməyibsə. Yəni, bu da usulda qaydadır. Əgər su nəcis hökmünə düşmür, hətta nəcis ona düşsə belə, daxil olsa belə, ta ki onun rəngi, tamı, iyi dəyişənə qədər. Əgər ona daxil olan nəcis, onun rəngini, tamını, iyini dəyişərsə, bu üçündən hər hansı biri baş verərsə, o zaman o su nə sayılır? Nəcis sayılır. Yox, əgər rəngini, tamını, iyini dəyişmirsə, o su nə sayılır? Pak sayılır, tahur sayılır, yəni təmizləyici sayılır. Necə ki, Əbu Səidin hədisində gəlir. Əbu Səid deyir ki, deyildi ki, ey Allahın Rasulü, ənə təvaddəu min bi'r buda'a. Bi'r buda'a Mədinənin yaxınlığında olan bir quyuydu. Və sahabələr soruşurlar ki, ey Allahın Rasulü, biz o bi'r buda'a deyən o sudan, o göldən dəstəmaz ala bilərikmi? Peyğəmbər s.ə.v deyir ki, وَهِيَ بِئْرٌ يُلْقَى فِيهَا الْحِيَدُ وَلُحُومُ الْكِلَابِ وَالنَّتَنُ. Deyir ki, o elə bir quyudur ki, ora heyz, yəni əskiləri və itlərin ətləri və həmçinin çirkin şeylər atılır. Fəqalə və dalınca buyurdu ki, Əl-məu tahurun lə yunəccisuhu şeyun. Yəni, su təmizdir, onu heç bir şey nəcis etmir. Yəni, bu da o anlama gəlir ki, əgər onun tamı, iyi, rəngi dəyişmirsə, o nə sayılır? Pak sayılır. Əgər göl böyükdürsə, ora atılan nəcislər, itin ətləri var, zirzibil, onun rəngini, tamını, iyini dəyişmirsə, o nə sayılır? Pak sayılır, yəni ondan dəstəmaz almaq da olar, usul almaq da icazəlidir. Bu birinci, yəni su babı idi. İkinci bab isə nəcisdən təmizlənmə babı. Nəcisdən təmizlənmə babı əslində bəbu nəcəsət, nəcəsə sözünün cəmidir. Yəni hər bir şey, yəni
çirkin hər bir şeyə umumən nəcis deyilir. Yəni o hansı ki, yəni e, qorunulur paltar ondan və yaxud paltar ondan toxunulduğu zaman yuyulursa, istəyir böyle olsun, istəyir başqa bir nəcislər olsun, artıq bu nə sayılır? Bu nəcis sayılır. Lakin şeyx deyir ki, əşyaların əsli mübahdır və təmizdir. Və kim yəni bir şeyin nəcis olmasına iddia edirsə, gərək o nəcis olmasını iddia edən şeyə dəlilini gətirsin. Aydın oldu qardaşlar. Yəni, əgər bir şeyin nəcis olması barəsində dəlil lazımdır ki, onun nəcis olması barəsində. Yəni, şeyx gətirir ki, nəcisə dəlalət edən dəlillər. Hansı şeylər nəcis sayılır? Birincisi, Adəm övladının yəni kiçik və böyük yəni ehtiyacını ödəməsi. Bunlar ikisi də nə sayılır? Nəcis sayılır. Yəni, Adəm övladının yəni ifrazatları. Həm istəyir kiçik olsun, istəyir böyük olsun. Yəni, hər ikisi nəcis sayılır. Yəni, böyük barəsində Peyğəmbər s.ə.v onun nəcisin böyük barəsində Peyğəmbər s.ə.v Əbu Hüreyrə hədisində buyurur ki, İzə vətə əhədukum binə'lihi əl-əzə fə innət turabu ləhu tahurun. Əgər sizdən birinizin ayaqqabına nəcis, yəni böyük ifrazat bulaşarsa fə innət turabu ləhu tahurun. O zaman torpaq onu təmizləyir. O zaman torpaq onu təmizləyir. Deməli, sən torpağa sürtürsən, başqa necəki hədisdə Peyğəmbər s.ə.v buyurur ki, sizdən biriniz məscidə gəldiyi zaman ayaqqabının altına baxsın. Əgər ayaqqabının altında xoşa gəlməz şey varsa, nəcis varsa, onu torpağa sürtsün. Torpaqla onu təmizləsin. Və ondan sonra həmən ayaqqabında namaz qılsın. Yəni, bu hədislər hamısı dəlalət edir ki, yəni torpaq nəcisi təmizləyir. Və sonra şeyx gətirir ki, əl-ədə, hədisdə keçən bu ədə, yəni umumən, yəni əzə, əziyyət verilən şeylərə deyilir. Yəni, məsələn, burada hədisdə keçən ədə, yəni İminnavoy, yəni böyük bayra deyilir. İnsanın böyük ifrazatını deyilir. Burada qəsd olunan budur. Necə ki, açıq aydındır hədisdə. Amma insanın böyrünə gəldikdə, yüngül, yəni ehtiyacını ödəməsinə gəldikdə, buna Ənəs radiyallahu anhunun hədisi dəlildir. Ənəs radiyallahu anhu deyir ki, Ənə ərabiyyən bələ fil məscidi fəqalə iləyhi bə'dül qavun. Bir bədəvi ərəb məscidə daxil olur və ora böyr edir. Və sahabələr ona qarşı qalxmaq istədiyi zaman Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, dəuhu və lə yəni tuzrimuhu. Onu tərk eləyin və onun böylünü kəsməyin. Qoy böylünü eləsin. Qalə fələmmə fərəqə cəə biləvnin minəmmə. Ravi buyurur ki, radiyallahu anhu, yəni o həmən şəxs böylünü qutardıqdan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm bir qab suyun gətirilməsini əmr etdi, gətirdirdi və həmən onun böyl etdiyi yerə o suyu tökdü. Yəni, hədis Buxari Müslimdə keçir. Deməli, buradan nə kimi fayda çıxır? Nəyə görə Allah Resulü sallallahu aleyhi və səlləm yəni həmən şəxsə mani olmadı? Çünki o şəxsə o anda mani olsaydı, o həm başqa yerləri batırasıydı, həm üstünü batırasıydı, həm paltarını batırasıydı və bunun zərəri daha çox olasıydı. Ona görə də Allah Resulü sallallahu aleyhi və səlləm onu öz halına buraxdı. Onu öz halına buraxdı. İndi o vaxtı məscid elə idi ki, onlar torpağın üzərində qılırdılar, həsrin üzərində qılırdılar. İndi bizim kimi xalça bu kimi şeylər deyildi. Bədəvi ərəblər də bu şeyləri tutmurdular və ona görə də o gəlib bilməməzlikdən o hərəkəti etmişdi. Hədis Buxari Müslimdə keçir. Dördüncüsü əl-mədi vəl-vədi. Bu da nəcislərin sinifinə daxildir. Əl-mədi vəl-vədi. Məzi nədir? Məzi belə deyək də, ağ bir suya deyilir, şəhvət zamanı çıxır və şəhvətsiz də çıxa bilər. Şəhvətsiz də çıxa bilər. Bəzən də görürsən ki, onun çıxmasını insan hiss eləmir. Bu kişidə də, qadında da yəni baş verə bilər. Lakin bu nə sayılır? Nəcis sayılır. Və buna görə Peyğəmbər sallallahu aleyhi və səlləm
məzi baş verən şəxsin yəni övrat yerinə yuyulmasını əmr etdi. Necə ki, Əli radiyallahu anhudan gələn hədisdə Əli radiyallahu anhu deyir ki, kuntu raculan məzzən. Mən çox məzisi olan kişilərdən idim. Və kuntu əstəhi ən əsələn Nəbi s.ə.v. Və mən Peyğəmbər s.ə.v-dən onun qızı məndə olduğu üçün soruşmağa utandım. Və Miqdad ibn Əvsəd radiyallahu anhuya əmr etdim ki, Peyğəmbər s.ə.v-dən bu haqda soruşsun. Və Allah Rasulü s.ə.v buyurdu ki, yəğsiru zəkərə və təvadda. Yəni, övrat yerini yusun və dəstəmaz alsın. Deməli, bu da dəlalət edir ki, əl-məzi nəcisdir. Əl-məzi nəcis Allah Rasulü s.ə.v yəni yuyulmasını və dəstəmaz almasını əmr etdi. Hədis səhihdir və Buxari Müslimdə keçir. Və vadi də həmçinin, o da yəni ağ bir suya deyilir. Lakin yəni məzi ilə vadinin fərqi odur ki, məzi şəhvət zamanı baş verir. Amma vadi isə böyüldən sonra insan hüngül ehtiyacını ödədikdən sonra yəni çıxan, ifraz olunan suya deyilir. O da nəcis sayılır. İbn Abbas radiyallahu anh deyir ki, əl-məzi vəl-vadi həmçinin əl-məni. Yəni, vadi ilə məzi yəni nə sayılır? Nəcis sayılır, amma məniyə gəldikdə isə məni nəcis sayılmır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm vadi ilə məziyin yəni bulaşarsa, yəni övrat yerində və bulaşdığı yerində yuyulmasını əmr edib və namaz üçün dəstəmaz almasını əmr edib. Bu da dəlalət edir ki, deməli, məzi ilə vadi dəstəmazı pozur və həmçinin nəcisdir. Ondan sonra gəlir nəcis babında, yəni nə nəcis babına daxildir? Yəni əti yeyilməyən heyvanların peyinləri, ifrazatları. Əti yeyilməyən heyvanların ifrazatları nəcis babına daxildir. Nəcis bölümünə daxildir. Abdullah ibn Abbas radiyallahu anh deyir ki, Əradən Nəbi s.ə.v ən yətəbərraza. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm böyük ehtiyacını ödəmək istədiyi zaman uzaqlaşardı. Hətta bir rəvayətdə gəlib ki, göz görməyən yerə qədər uzaqlaşardı. Fəqalə, həmçinin Peyğəmbər s.ə.v deyir ki, İ'tini bi sələsəti əhşərin. Yəni, Abdullah ibni Abbasa deyir ki, Peyğəmbər s.ə.v mənim üçün 3 daş gətir. Və o da deyir ki, mən yəni 2 dənə daş tapdım, bir də deyir ki, uzun qulağın ifrazasını, yəni peyinini tapdım. Və Allah Rasulü sallallahu aleyhi və səlləmə gətirdim və Allah Rasulü sallallahu aleyhi və səlləm 2 daşı götürdü, amma o uzun qulağın, yəni peynini ifrazatını atdı və həmçinin dedi ki, hiyə ritsun, bu nəcisdir. Hədis, yəni Səhih və Şeyx Albani rahimehullah Səhih Cəmi əsərində bu hədisi səhihləşdiribdir. Əti yeyilməyən heyvanlar, yəni ev uzun qulağının da əti yeyilmir. Allah Rasulü sallallahu aleyhi və səlləm bunu qadağan edib. Deməli, onlara bu qaydadır. Bu qaydaları yadda saxlayın. Əti yeyilməyən heyvanların ifrazatları nədir? Yəni, nəcisdir. Deməli, buradan nə fayda çıxır? Əti yeyilən heyvanların ifrazatları nəcis deyil. Ona görə də Allah Rasulü sallallahu aleyhi və səlləm yəni qoyunların tövləsindən namaz qılmağı icazə verdi. Və həmçinin 6-cısı yəni heyz qanı. Bu da həmçinin nəcis daxildir. Nəcis sinifinə daxildir. Əsmə binti Əbu Bakır, necə ki, deyir, Əbu Bakırın qızı Əsmə radiyallahu anhdan gələn hədisdə deyir ki, Cəət imraatun ilə Nəbi s.ə.v fəqalə. Bir qadın Peyğəmbər s.ə.v yanına gələrək dedi ki, İhtənə yusibu səvbəhə min dəmil heydi keyf təsnə. Yəni, bizdən birimizin paltarını heyz qanı toxunduğu zaman, bulaşdığı zaman biz onu necə təmizləyək? Necə edək? Nə edək? Peyğəmbər s.ə.v buyurdu ki, təhudduhu thümmə təqrisuhu. Birinci onu silib at, sonra isə onu suyla yu, sonra isə onun üzərinə su boşalt. Sonra isə onda namaz qıla bilərsən. Bu, yəni heyz, qanı bulaşan, yəni paltarın təmizlənmə formasıdır. Birinci silinib atılır, sonra su ilə yuyulur, sonra üzərindən su tökülür, sonra da orada namaz qıla bilərsən. Ondan sonra gəlir, yəni itin ağzının suyu, itin yaladığı şey, o da həmçinin nəcisə daxildir.
Əbu Hüreyrədən gələn rəvayətdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, yəni tahur inə əhədukum izə vələğə fihi əl-kəlb ən yəğsiləhu səb'ə mərratin uləhunnə bit-turab. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizdən birinizin, yəni qabına, əgər it sizdən birinizin qabını yalayarsa, onun təmizlənməsi 7 dəfə yumaq, bir dəfə də torpaqla yumaq. 7 dəfə su ilə, bir dəfə də torpaqla yumaqdır. Hədis səhihdir və Şeyx Albani rahimehullah Səhih Cəmi əsərində həmən hədisi səhihləşdiribdir. Həmçinin 8-incisi nədis olan şeylərə daxildir. Nə? Yəni ölən heyvan. Yəni ölən heyvan. Yəni nə deməkdir? Əgər o heyvan, yəni şəriətin buyurulduğu formada ölərsə və ya öldürülərsə, yəni onun dərisi nə olur? Dərisi nəcis olur. Ondan istifadə etmək olmaz. Ta ki bir halda, yəni o aşlanana qədər. Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "İzə dubiğəl ihabu fəqad tahura." Əgər dəri aşlanılarsa təmiz olar. Yəni ihab, yəni ölən heyvanın cildinə deyilir. Yəni əgər o neyniyərsə, təmizlənərsə, nə olur? Aşlanarsa təmiz olar. Həmçinin bundan da istisna olunanlar var. Bundan da istisna olunanlar var. Nədən? Yəni şəriət tərəfdən göstərilən formada öldürülən heyvanların içərisində də yəni öldükdən sonra leş olmayan, yəni nəcis olmayan heyvanlar var. Məsələn, balığın ölüsü, məsələn, çəyitkənin ölüsü. Birincisi budur, istisna olunanlardan. İbn Ömər radiyallahu anh hədisində İbn Ömər radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, "Uhillət lənə meytətənə və dəmən." Yəni bizim üçün yəni 2 ölü və 2 qan halal edildi. Əmməl meytətəni fəl-hutu vəl-cərad, amma 2 ölüyə gəldikdə o nədir? Balıqlar, o bizdə çəyitkədir. Və əmməd dəməni fəl-kəbidu və-duhal. Amma 2 qana gəldikdə dalaqla ciyər, qara ciyər. Bunları da Peyğəmbər s.ə.v qan adlandırıb, lakin bunlar icazəlidir. Hədisdə xas olaraq, xüsus olaraq buna hədis gəlib və hədis də Şeyx Albani rahimehullah Səhih Cəmi əsərində səhihləşdiribdir. Bu birincisidir. Və istisna olunan, ölən heyvanlar içərisində nəcis olmayanların içərisinə daxildir. Yəni balığın ölüsü və çəyitkənin ölüsü. Və həmçinin qanı axıdılmayan heyvanların ölüsü də nəcis deyil. Məsələn, çibin kimi, qarışqa kimi, arı kimi bunlar nəcis deyil. Yəni toxunarsa, ölərsə, sənə dəyərsə bu icazəli bir şeydir. Əbu Hüreyrədən gələn rəvayətdə Peyğəmbər s.ə.v buyurur ki, Ənə Rasul s.ə.v qal, İdə vəqa'a zubə fi inə əhədikum fəlyəqsilhu kulləhu. Peyğəmbər s.ə.v buyurur ki, əgər sizdən birinizin qabına çibin düşərsə, onun hamısını, bir tərəfi düşərsə, onun hamısını ora daxil edin. Sonra onu çıxarın, sonra yəni onu atın. Və deyir ki, onun 2 qanadının birində xəstəlik var, digərisində isə şəfa var. Ona görə o düşəndə bir qənət formasında düşür. Yəni ona görə sən onu tam olaraq batırırsan içəri, birisində xəstəlik var, o birisində isə şəfa var. Ona görə sən tam olursan və salırsan içinə, sonra çıxarıb onu tullayırsan. Bu hədis də səhihdir və Şeyx Albani Səhih Cəmi əsərində həmən hədisi səhihləşdiribdir. Üçüncüsü, bu ikincisi idi. Yəni qanı olmayan heyvanların ölüsü. Biz ki, qarışqadır, arıdır, çibindir, bu kimi şeylər. Üçüncüsü, yəni azmül meyit, yəni o ölən heyvanın sümükləri, onun buynuzu, onun dırnaqları, onun tükləri və həmçinin yəni onun lələkdə bu kimi tüklər. Yəni bunlar nə sayılır? Bunlar təmiz sayılır, nəcis sayılmır. Bunlar hamısı təmiz sayılır. Yəni əsli nədir? Təmizdir. Necə ki, Buxaridə bu haqda rəvayətlər var. Və qalə Zuhri fi idamil mevt, Zuhri rahimehullah ölən heyvanların sümükləri barəsində belə deyir. Hansı ki, fil və onun mislində olan heyvanlar haqqında deyir, ədraktu nəsən min sələfil öləmə.
Deyir ki, mən deyir, sələf alimlərdən bir neçə insanlarla qarşılaşdım, sələflərdən, yəni insanlarla qarşılaşdım. Onlar deyir ki, həmən ölən heyvanların sümüklərindən taraq düzəldərdilər. Və həmçinin deyir, o həmən taraqla özlərinə saçlarını və saqqallarını tarayardılar. Əgər bu nəcis olsaydı, onlar bunu etməzdilər. Və həmçinin Həmməd rəhməhullah bilir ki, lə bəsə bir rişil meyd. Yəni, ölənin o lələyi, yəni problem deyil ondan istifadə etmək. Ondan sonra gəlir nəcisin təmizlənmə forması, keyfiyyəti. İndiyə kimi şeyx nəyi sayırdı? Nə kimi şeylər nəcisdir? Birinci sənə öyrətdi ki, nə kimi şeylər nəcisdir? Birinci nə oldu? Və nə kimi şeylər nəcisdir? Adəm övladının ifrazatları nəcisdir. Həmçinin mədi, vadi nəcisdir. Həmçinin əti ilmən heyvanların, yəni ifrazatları nəcisdir və heyz qanı nəcisdir. İtin yaladığı, yəni qab nəcis sayılır. Çünki yalayan vaxtı oradan nəsə yeyəndə şirə buraxır. Və həmçinin yəni ölən heyvan nəcisdir. Dedik ki, buradan da istisna olunanlar var. Üçü istisna olunur. Yəni biri balıqdır, balığın ölüyü, çəyitkənin ölüyü və həmçinin qanı axıdılmayan heyvanların ölməsi və bir də ölən heyvanların sümükləri. Bunlar istisna olunanlardır. Ondan sonra gəlir nəcisin təmizlənmə forması. Bu da uzundur. Məncə bu ilə kifayətlənək inşallah. Subhanəkəllahumma və bihamdik və əşhədu ən la ilahə illallah nəstəğfiruka və etûbü ileyk. Allah Taala'dan istəyirəm ki, Allah Taala eşidib faydalananlardan eləsin. Bizi haqqa, bizə haqqı öyrətsin, göstərsin və haqqa tabi olanlardan etsin və